Vaka Sofyan deyəndə o Sofyan atası elə həmişə gördün Azərbaycanlılarla. Da indi o erməninin xislətidir, o tez girir adamın qoltuğuna, ürəyinə. Belə özünü elə hərəkət elətdirdi, özü də snap deyirləri, zat da belə o, bazarın böyründə, təchizat anbarında. Anası müəllimə idi. Hə. Amma sifətindən də bilirdin ki, anasının hələyi. Çox belə hələ heç müharibə zad yoxdur. İndi bir böyümüş belə baxırdın ki, o elə bil qəddarlıq yağırdı da Azərbaycanlılara qarşı. İndi gəlib Bako Sofyan vallahi o nə eləmirdi, əlindən nə gəlmirdi. Birinci narkoman, ikinci piyanista idi. Da küçək zadı idi o. Elə indi büyük prezident qoyurlar. Niyə? O qoyublar ki, sən revanşist ol, qəddar ol Azərbaycanlılara qarşı. Onu da elədi. Axırında gördü. Elə heç olmasa bir dəfə deyirəm ki, orada məhkəmə zadı orada. Niyə mənə bir dəfə bir yazmadılar ki, gedəm üzünə duram, ayaq üstə duram, deyirəm sən kimidin? Niyə özünü elə göstərirsən ki, o sən heç nə eləməmişsən, heç nəsən? Şahidlərim bizi, səhər də dururdum, səni görürdüm, axşam da. Bakıda bir dəfə, qardaşım bilir, Akif Moskvadaydı, restoranda işləyirdi. Orada Bakı oturmuşdu, Akifin üzünə baxdı belə. Başını saldı aşağı, bir də tikanı qaldı, deyir, bunu da içək bizim zadların, zinvor deyirlər də, əskərlərin sağlığına, bizim qoçaqların sağlığına. Onu deyəm, yadındadır deyəm ki, belə iş görürdün. Hələ altdan da Akifə baxıb bir yandıq verirdi. Roldan rola girən insanlardır bunlar. Bu erməni milləti budur. Elə səni elə olub ki, qonaqlar olub. Mənə deyib ki, Kamran gəlməyincə stola yaxınlaşmıyor. Nə oldu sizə? Ay erməni. Niyə yaşaya bilmirsiniz? Niyə dolana bilmirsiniz? Niyə bu xoş dünyada, xoş hər şey əlinizdə idi? Azərbaycanda bütün ticari işlər birinci azxalqlı kimi Xan kəndinə göndərirdilər. Niyə yemədiniz bunu? Bir dəfə bir elə vəziyyət oldu. 1000 nəfər, 500 nəfər də bu nümayiş gəlir. Tanış uşaqlar da var da. Belə gözüm şəfa özüm beyliyir. Mən də yəni belə zad elədim ki, nə olub sizə? Sizin axırınız yoxdur. O tərəfdən boğazın çəki ki, məni danışdımı? Yəni saqqallar məni güllələyəcək burada. Bunları 100 rola çəkdilər. Bunlar bizlə bəy keyfindəydilər. 5 nəfərdən 5-i sənətkarıdır. Bütün Ağdam, Ağdam, Azərbaycanın hər yerində işləyirdilər. Hər yerdən də bir soğutqa gətirirdilər. Çörək dizlərin üstündədir. Pul alıb gəlirdi, çörək yeyirdi, yaxşı aynı oyun qoyurlar. Gəlib burada deyirdi ki, yaxşı onları anlatdıq. Belə yaxşı həyat sürəcəyik, belə olacaq, birləşin bizə. Deyirik, bundan yaxşı nəzər, sənin balkonunda hər şənbə bazar kabab gedir. Bundan yaxşı həyat istəyirsən. 2 manat həyat alırdın. Amma Azərbaycanın bəzi yerlərində baha idi. Qudurdunuz da, yiyə bilmədiniz. Ay millət, ay erməni. Elə bil ki, o hücum gəlmirdi evlər yandımağa. O şəhərin o bir məhəlləsindən, uzaq dərədən o dəstə bura gəlirdi, yəni bir-birini tanımayın. O dəstə ora gedirdi, yandırırdılar. O bina evləri vardı da. Gedib girirlər, şifaner vurub aşırırdılar. Onların bağlama bankaların, mürəbbələri aşırıb döşəyə, yorğana sürtürdülər. Nə bilim, nələrdən keçmirdilər. 9 dənə ev səhərə kimi elə bir aramız 100 metrdə yol, hava yolu. O küçə oradadır, bu küçə. 9 dənə bir gecədə nətər yandırdılarsa, çaylaq daşları maşında, Hajarlı böyründə, hərbi böyründə, polis böyründə, elə bir dövlət səviyyəsində olan şey idi bu. 9 dənə evi səhərə kimi yandırdılar. Bəli. Çox evləri yandırdılar. Tərkican özü Xan kəndindən nə qədər vuruşdu, döyüşdü. Axırı canlarını götürülər, çıxdılar ki, evləri dolular, yandılar.